Əmmə ba'd. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. İlk öncə dua edirik ki, Allah subhanahu və teala bu süfrədə əziyyəti olan hər kəsə malına, mülkünə, canına, əhlinə bərəkət versin. Allah subhanahu və teala bu ayı bizim dərəcələrimizin yüksəlməsi üçün bir səbəb etsin. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisi qudsi, yəni Allah Rasulunun Rəbbindən rəvayəti. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah azza və cəllə belə dedi. Buyurur ki, kullu aməl ibni Ədəmə ləh. Adəm övladının bütün əməlləri onun özü üçündür. Bütün əməlləri. Və Allah azza və cəllə bu əməllər içərisindən yalnız bir əməli istisna edir. Buyurur ki, illə siyəm. Yalnız orucdan başqa. Fə innəhu li. Bu oruc ibadəti mənim üçündür. Bu mənim payımdır. Və ənə əczi bihi. Və mən də onun mükafatını verəcəm. لِأَنَّهُ تَرَكَ تَعَامَهُ وَشَرَابَهُ وَشَهْوَتَهُ مِنْ أَجْلِ. Çünki qulum mənim üçün yeməyindən, içməyindən və şəhvətindən imtina edib. Bu, oruc ibadətinin fəziləti barədə demək olar ki, varid olan ən əzəmətli hədislərdəndir. Çünki fikir versəz hədisə, Allah Rasulü aleyhissalatu vesselam buyurur ki, Adəm övladının bütün əməlləri onun üçündür, yalnız orucdan başqa. Yəni bu hədisi necə başa düşək? Yəni məgər qulun orucdan savayı digər əməlləri, qıldığı namaz, kəsdiyi qurban, ümrə, həc, sədəqə, zəkat və digər salih əməllər məgər Allah üçün deyil? Yəni əsli etibarı ilə bütün ibadətlər Allah üçün olmalıdır. Və əslində belədir də. Çünki salih əməllərin qəbul olunması üçün əsas iki şərt var və o iki şərtdən birincisi hansıdır? İxlas. O əməlin Allah üçün edilməsi. Və bu oruca xas deyil. Bu bütün əməllərə xasdır. Yəni sanki bir quşun iki qanadı kimi. Yəni bir qanadı qırıq, quşun misalı nədirsə, ixlassız və ya sünnətə tabi olunmadan edilən əməlin, ibadətin də misalı budur. Yəni Allaha yüksəlməyəcək. Bəs nə üçün hədisdə oruc barədə belə varid olur? Allah Rasulü məhz orucu bu cür ayırıb və Allahdan rəvayət edib ki, Allah azza və cəllə deyib ki, فَإِنَّهُ لِي. Bütün əməlləri onadır, yalnız orucdan başqa oruc mənə aiddir. Bunun birinci mənası odur ki, burada təşrif var. Təşrif, yəni bir əməli şərəfləndirmək, əzəmətləndirmək. Çünki Quran və sünnədə Allaha izafə edilən, yəni Allaha nisbət edilən şeylər iki növdür. Onlardan birisi Allahın ad və sifətləridir. Məsələn, yadullah, Allahın əli, kəlamullah, Allahın kəlamı. Bunlar məxluq deyil. Bunlar Allah azza və cəllənin sifətləridir. Fikir verdiniz, biz deyəndə ki, yədullah, Allahın əli. Əli nəyə nisbət etdik? Allaha. Kəlamullah, Allahın kəlamı. Kəlamı nəyə nisbət etdik? Kimə nisbət etdik? Allaha. Bu birinci növdür. Quran və sünnədə Allaha nisbət edilənlər. Hansı ki, bunlar Allahın sifətləridir və məxluq deyil. Bir də var, Quran və sünnədə Allaha
nisbət edilən ikinci növ, Allaha izafə edilən ikinci bir növ var, hansı ki onlar məxluqdur. Məsələn, biz deyirik ki, məscidlər buyutullah, Allahın evləridir. Deməli, biz məscidləri kimə nisbət etdik? Allaha. Allahın evi. Və məsələn, İbadur Rahman, Rəhmanın qulları. Deməli, insanlar içərisində xas bəndələr var, xas insanlar var, hansı ki Furqan surəsində Allah Azza və Cəllə onların vəsflərini qeyd edir və həmin qulları Allah kimə nisbət etdi? Özünə. Düzdür? Və Salih əleyhissalamın dəvəsini Allah kimə nisbət etdi? Nəqatullah, Allahın dişi dəvəsi. Bu ikinci növ izafətdir. Yəni Allah Azza və Cəllə bir məxluqu özünə nisbət edir. Bunun mənası nədir? Bu təşrif üçündür, təzim üçündür. Yəni Allah Azza və Cəllə qullarından, məxluqdan, məxluqatdan kimisə, nəyisə, hansısa əməlisə, hansısa feyli şərəfləndirmək üçün, onu ucaltmaq üçün onu özünə nisbət edir. Və şək yoxdur ki, bundan böyük şərəf yoxdur. Təsəvvür edin ki, bir şey, bir əməl, bir ibadət və ya bir məxluq, bir əşya, bir varlıq aləmlərin Rəbbi Allah Azza və Cəlləyə nisbət edilir. Yəni deyilir ki, məsələn, məscidlər nədir? Allahın evləri. Sən bu məscidləri nə etdin? Bütün məscidlər evlərdən ayırdın. Dedin ki, məscidlər Allaha aiddir. Allahın evləridir. Allaha izafə edirsən. Bundan böyük şərəf yoxdur. Şək yoxdur bunda. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i qudsidə bunu bəyan edir. Bütün Adəm övladının salih əməlləri, ibadətlər içərisində bütün əməlləri qoyur kənara. Təsəvvür edin, bunun içində namaz da var. Bu hədis dəhşətdir düşünənlər üçün. Yəni bu hədisin hökmünə namaz da girir. Halbuki namaz şəhadət kəlməsindən sonra İslamın ən əzəmətli ruknudur. Dinin dirəyidir. Hətta bu hədisin hökmünə, yəni Adəm övladının bütün əməlləri özü üçündür, namaz da bura daxildir. Bütün əməllər içərisində Allah Azza və Cəllə bir əməli ayırıb və onu özünə nisbət edib. O da hansıdır? Oruc. İllə siyəm fə innəhu li. Orucdan başqa, çünki o mənə aiddir. O mənə aid, fikir verdiniz, Allah Azza və Cəllə bu əməli özünə nisbət etdi. Bu təşrif üçündür. Və bu hədisin mənası nədir? Hədisin bir çox yöndən alimlər şərh ediblər və ən gözəl mənası budur ki, hansı ki bu izah demək olar ki, hədisi tam mənası ilə izah edir, yəni ortaya qoyur. Alimlər deyiblər ki, çünki oruc ibadəti qulun bütün əməlləri içərisində yeganə ibadətdir ki, o ibadət üçün demək olar ki, riya qapısı bağlıdır. Və biz də bilirik ki, hər bir ibadətin qəbul olunması üçün, əvvəldə dediyim kimi, ən əsas şərt nədir? İxlas. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Onlara dində yalnız bütün əməllərini, bütün ibadətlərini Allaha xas edərək ibadət etmələrə əmr edilib. وَمَا أُمِرُوا. Yəni bundan başqa bir şey onlara əmr edilməyib. Allah Azza və Cəllənin qullarından istədiyi budur. İxlasla edilən əməl. Əks halda o əməlin zahiri var, özü yoxdur. Yəni qiyamət günü təsəvvür edin, insan dağ boyda əməllə gələcək, bəzi insanlar. Biz demirik ki, o dağ boyda əməl qarışqa boyda olacaq. Yox. Biz deyirik ki, o dağ boyda əməl ki var, o ona əzab olacaq. Elə dağ boyda əzab. O itməyəcək. O əməl ki, zahirən bu dünyada kimlərinsə gözündə ibadət kimi görünüb, şəkil olaraq, amma Allah Azza və Cəllənin istədiyi ibadət olmayıb. İxlasla Allah üçün edilən əməl olmayıb. Ona görə ixlas bütün ibadətlərdə, əməllərdə əsas şərtdir və bunun əksi nədir? Riya və ya sum'a. Riya nədir? Yəni göstəriş.
Sum'a nədir? Yəni eşitdirmək. İnsan bir şey edir, ola bilsin görməyirlər. Özü təklikdə edib, amma eşitdirir. Bu da riyaya girir. Və təsəvvür edin, bütün əməllər üçün, bütün ibadətlər üçün və o cümlədən də namaz da bura daxildir, riya qapısı açıqdır. Yalnız orucdan başqa. Bunun da iki səbəbi var. Nə üçün? Biz biləndən sonra ki, ümumiyyətlə riya necə əmələ gəlir, bunu anlayacağıq. Riya iki formada əmələ gəlir. Onlardan birincisi hansıdır? Elə adı üstündədir. Biz nə deyirik? Deyirik ki, riya. Mənası göstəriş. İnsan nə zaman bir əməli, bir ibadəti göstərə bilir? O zaman ki, o əməli qıraqdan görmək olsun. Yəni, qıraqdan insan o əməli müşahidə edə bilsin. Hətta bu göstəriş hasıl olsun. Düzdür? Məsələn, insanın qəlbində bir niyyəti. İnsan qəlbində qəlb əməlləri var. İnsanın Allahdan qorxusu, təvəkkülü, düzdürmü? Təqvası, Allaha qarşı olan həyası, bu qəlb əməlləri ki var, insan bunu dilə gətirməsə, bu qəlb əməlləri ilə insan riyaya düşə bilər, bilməz. Bilməz. Əgər bunu dilinə gətirməsə, bunu izhar etməsə, niyə? Çünki bu qəlb əməllərdir. Yəni, qıraqdan müşahidə oluna bilmir. Mən nə bilim kimin qəlbində filan kəs Allaha qarşı həyalıdır ya yox. Bir əməl edib, o əməlində qəlbən Allaha təvəkkül edib ya yox. Bu qəlb əməldir. Ona görə riya qapısı nədir? Bağlıdır. Niyə? Çünki müşahidə oluna bilmir. Deməli, riya üçün əsas səbəblərdən, belə desək, yəni riyanın xam malı ikidir. Onlardan birisi budur. O əməl ki, qıraqdan görünə bilinir, onu göstərmək olur, riya qapısı açıqdır. Oruc ibadəti elə bir ibadətdir ki, onu göstərmək olmur. Aydındır? Yəni, onu müşahidə etmək olmur. Yəni, insan namaz qılır, görürsən, tavaf edir, görürsən, qurban kəsir, görürsən, zəkat verir, görürsən, Quran oxuyur, görürsən, cihad edir, görürsən, oruç tutur, insanı görürsən, amma ibadətin şəkli yoxdur. Oruclu halda küçədə gəzir, bazarları dolaşır. Kimsə bilir o orucludur, dilinə gətirməsə. Yox. Deməli, oruc elə bir ibadətdir ki, qıraqdan müşahidə olunmur. Ki, hətta o bunu izhar etsin. Yəni, şeytanın əl qolu bağlıdır ya yox. Bağlıdır. Və fikir verin, o hədis ki var, İzə cəə Ramazan gələndə Sulsilət-i şeyatin, şeytanlar bağlanır. O hədisin mənalarından birisi də budur. Oruc ibadətində ki, riya qapısı bağlı olduğuna görə bir növ şeytanın əli, qolu bağlıdır. Çünki oruc ibadətində göstəriləcək bir şey yoxdur. Bu birincisi və ikincisi nədir? O riyanın xam malı. İkinci hansıdır? İkinci odur ki, riya adətən o əməllərdə baş verir ki, o əməllərdə fəxr olması nəsə olsun. Fəxr olması. İnsan məsələn Quran oxuyur, qıraqdan deyə bilərlərmi ki, nə gözəl səsi var? Deyə bilərlər. Deməli, fəxr olması bir şey var ya yoxdur? Var. Deməli, riya üçün əməli göstərə bilmək kifayət etmir. Ola bilsin, elə bir əməldir ki, orada fəxr olunması bir şey yoxdur. Yəni də riya qapısı haradasa bağlıdır və ya 50-50-yədir. Ona görə riyanın ikinci xammalı nədir? O əməldə fəxr olması nəsə olsun. Kimsə Quran oxuyur, desinlər ki, nə gözəl səsi var. Kimsə sədəqə verir, desinlər ki, bu cömərtdir. Kimsə cihad edir, desinlər ki, bu şücayətlidir və s. və ilə axır. Amma oruc ibadətində hələm biz bu ibadətin, yəni görülüb görülməməsini kənara qoysaq belə, fərz edək ki, Ramazan ayıdır və cəmiyyətdə hər kəs oruç tutur, hamı bilir ki,
bir-birinə nisbətdə. Hər kəs orucludur. Yəni, laf bunu bildilər. Amma ikinci məsələ, oruz ibadətində fəxr olması bir şey var. Zahirən yoxdur, yox. Hamı tutur deyə yox. O mənada ki, bu nə ilə fəxrləsin? Ac, susuz, beli bükülüb. İftarı gözləyir. Yəni, qıraqdan ona uzaq başı nə deyiləcək? Ki, Allah köməyin olsun. Düzdür, düz deyil. Yəni, fəxr olması bir şey yoxdur. Hətta o, bununla özünü göstərsin. Və bu vəsiflər, fikir verin, yalnız oruz ibadətinə xasdır. Tək bunlar deyil, başqa şeylər var. Məsələn, oruz ibadəti o ibadətlərdəndir ki, onunla bütün ibadətləri edə bilirsən. Amma digər ibadətləri bir-birinə qata bilmirsən. Məsələn, sən Allah Azza və Cəllə buyurur ki, Əqimus salah və atuz zəkəh. Namaz qılın, zəkat verin. Heç qırağa çıxmayaq. Elə Quranda ən çox yanaşı gələn iki əmr, iki ibadət. Namaz və zəkat. Namaz qıla-qıla zəkat verə bilərsən? O rafislər deyən kimi. Rükuda üzüyünü çıxartdı. Hə? Yox. İnsan namaz qıla-qıla zəkat verə bilməz. Namaz qıla-qıla qurban kəsə bilirsən? Yox. Yəni bu ibadət nə bu? Amma oruç tuta-tuta bütün ibadətləri edə bilirsən. Bütün ibadətləri. Oruç tutursan, oruclu halda namaz qılırsan, Quran oxuyursan, zəkat verirsən, qurban kəsirsən. Yeganə ibadətdir. Hətta nəinki ibadət. Oruclusan və yatırsan, ibadət davam edir. Bu təkcə oruca xasdır. Namazda bu yoxdur. Namazda əksinə yatdın, vaxtı keçdi, qaldı qəzaya. Dəstəmazlısan, yatdın, dəstəmaz pozuldu. Amma oruz ibadətində, təsəvvür et, insan yatıb və ibadəti davam edir. İbadətdədir. Və bütün bu vəsiflər yalnız oruz ibadətinə xasdır. Ona görə Allah Azza və Cəllə oruz ibadətini ayırıb. Və buyurur ki, Adəm evladının bütün əməlləri ona aiddir, oruz ibadətindən başqa. Fəinnəhu li. O mənə aiddir. Çünki elə bir əməldir ki, yəni tam ixlasla edilən bir əməldir. Və bu ibadət üçün, bu əməl üçün bütün riya qapıları bağlıdır. Və bədbəxtdir o insan ki, bu ibadətdə göstəriş edə və ya eşitdirə. Bədbəxtdir o insan. Yəni olmayan yerdə şeytana qapı aça. Və sonra Allah Azza və Cəllə buyurur ki, bu hədis-i qudsidə və ənə əczibi və mən bu əməlin, bu ibadətin savabını mən verəcəm, əcrini mən verəcəm, mükafatını mən verəcəm. Və bu hədisin başqa ləfsində hədis belə rəvayət olunub. Orada qeyd edilir ki, Adəm övladının bütün əməlləri onun üçündür və sonra orada haşiyə açılır. Qeyd edilir ki, və Adəm övladının bütün salih əməllərinin savabı 1-ə 10-dur. Və Allahın rəhmətindəndir. İnsan asilik edir, günah yazılanda 1-ə 1 yazılır. Amma insan itaət bir əməl edəndə ən azı nə qədədir? 1-ə 10. Və ondan 700-əcən artır. Və çox da ola bilər. Və Allah Azza və Cəllə Quranda bunun dəlili var? Var. Buğda dənəsini misal verir. Buğda dənəsi atırsan, 7 sümbül çıxır və hərəsində 100 dən. Nə qədər etdi? 700. Sən torpağa nə qədər atmışdın? 1. Allah əvəzini necə verdi? Bu bir misaldır. Və qulun bütün ibadətləri ondan 700 dərəcəyə qədər arta bilir savabı, əcri. O ibadətdə olan xuşiyə görə, o ibadətdə olan keyfiyyətə görə, o ibadətdə olan ixlasa görə onun əcri arta bilir. Yalnız orucdan başqa. Bu hədisin bu mənalarından ikincisi də budur. Nə üçün Allah Azza və Cəllə orucu istisna edib?
Çünki oruc ibadəti elə bir ibadətdir ki, onun əcrini Allah Azza və Cəllədən başqa heç kəs bilmir. Mələklər belə yazmağa acizdir. Əslində oruc ibadəti nəyin göstəricisidir? Səbrin. Bu əslində Quranda da varid olub. Uca Allah buyurur ki, İnnəmə yuvaffəs-sabirunə əcrahum biğeyri hisab. Fikir verin, ayə nə ilə başladı? İnnəmə. Yəni, yalnız və yalnız kimlərə mükafatları hesabsız veriləcək? Səbr edənlərə. Və bura oruc girir. Elə ən birinci bura girən əməl orucdur. Ona görə o ayə ki var, وَاسْتَعِينُ بِالصَّبْرِ وَالصَّلَاةِ Allahdan səbirlə və namazla yardım diləyin. Sələflərdən varid olub ki, وَاسْتَعِينُ بِالصَّبْرِ ey بِالصَّوْمِ Allahdan səbirlə, namazla yardım diləyin, yəni orucla və namazla. Sadəcə olaraq Allah Azza və Cəllə burada oruc demədi, orucun başqa bir vəsfini, yəni orucu adı ilə yox, vəsfi ilə gətirdi, səbirlə. Və doğrudan da elədir. Demək olar ki, oruc ibadətində səbrin hər üç növü də var. Səbrin əsasən üç növ var. Allah Azza və Cəllənin əmirlərinə qarşı insan səbr edir. Allah Azza və Cəllənin nəhi etdiklərinə, qadağan etdiklərinə qarşı insan səbr edir. Və bir də həyatın acısına, susuzluğa, yemək yoxdursa buna, acılığa. O da səbrin üçüncü növüdür. Var bu orucda. Səbrin hər üç növü var. Allah Azza və Cəllə bu ibadəti əmr edib, bu əmirdir. Və sən səbir göstərirsən. Və görün nələri qadağan edib. Onları etmirsən. Hətta qadağan etdiyi şeylər haram olan şeylər deyil. Halal olan şeylərdir. Və ona görə oruc ibadəti Ramazan ayı doğrudan da bir mədrəsədir. Qula öyrədir ki, sən hətta Allah üçün nəinki haramı, hətta halalı belə tərk edə bilərsən. Yəni Allah istəyəndən sonra halalı belə tərk edə bilərsən. Ona görə hədisin davamına fikir verin. Uca Allah buyurandan sonra ki, hədis-i qudsidə orucdan başqa o mənə aiddir. Və ənə əczi bih və mən onun əvəzini, mükafatını verəcəm və bundan sonra səbəbi açıqlayır. Buyurur ki, فَإِنَّهُ تَرَكَ تَعَامَهُ وَشَرَابَهُ وَشَهْوَتَهُ مِنْ أَجْلِ Çünki o qul yeməyi, içməyi və şəhvəti məhz mənim üçün tərk edib. Məhz mənim üçün. Halbuki bunlar hər üçü də qula haram deyil, halaldır. Və insan Allah üçün halalı tərk edib. Ona görə digər hədisdə gəlir ki, qiyamət günü oruc qul üçün şəfayətçi olaraq hesab meydanına gələcək. Qul Allah Azza və Cəllə ilə üzbəyüz arada heç bir pərdə, tərcüməçi olmayan vaxt, hansı ki qul Rəbbi önündə hesabdadır, oruc ibadəti şəfayətçi olaraq gələcək. Bu təəccüblü deyil. Birdən biri sual verə bilər ki, necə? Yəni oruc bir ibadətin adıdır. Bəli, qiyamət günü o qədər qəribə şeylər olacaq. Bizim bildiyimiz ölüm, hamımız bunun bir prosesin adı zənn edirik. Amma qiyamət günü Allah Subhanahu və Teala ölümü məxluq şəklində gətirəcək. Cəhənnəmlilər cəhənnəmə, cənnət əhli cənnətə girəndən sonra ölümün özü alabula qoç şəklində gətiriləcək və zəbh ediləcək, kəsiləcək. Ölümün özü ölümü dadacaq. Və deyiləcək ki, bu gündən sonra nə cənnət əhlinə, nə cəhənnəm əhlinə ölüm yoxdur. Əgər ölüm gətiriləcəksə, oruc necə? Və oruc gələcək və o qula şəfaət edəcək. Və şəfaət edəndə nə deyəcək? Deyəcək ki, ya Rabbi, mənə izin ver ona şəfaət edim. Çünki mən ona qadağan etmişdim, onu mən etmişdim. Onu uzaqlaşdırmışdım sənin üçün yeməkdən, içməkdən və şəhvətdən. Ona görə oruc ibadətinin, yəni digər ibadətlər, salih əməllər içərisində yeri ayrıdır. Lakin insan elə etməlidir ki,
o tutduğu oruc Allah Azza və Cəllənin murad etdiyi ibadət olsun. Eyni ilə digər əməllər kimi. Allah Azza və Cəllə buyurur ki, Əqimis-salah, namaz qıl, İnnəs-salətə tənhə anil fəhşai vəl-munkar. Həqiqətən namaz insanı pis işlərdən, münkər əməllərdən nə edir? Uzaqlaşdırır. Amma nə qədər namaz qılanlar var, o qıldığı namaz onu münkər əməllərdən uzaq tutmuyor. Səbəb nədir? Allahın vədi yerindədir. Lakin sən özünə qayıt, bax, gör, Allah Azza və Cəllənin səndən istədiyi, murad etdiyi o ibadəti edirsən ya yox. Əgər onu etsən, Allahın vədini görəcəksən. Görəcəksən ki, doğrudan da bu namaz səni nə edir? Münkər əməllərdən, fahiş işlərdən uzaq tutur. Oruc da belədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əs-siyamu cünnə. Oruc bir qalxandır. İnsanı qoruyur. Yəni, elə bil ki, döyüşə hazır çıxmısan. Əlində səni qoruyan bir silahın var. Lakin belədir, yəni istisnası var, bəli. Buyurur ki, mələm yaxriqhə. O qalxanı yırtmadıqca. Əgər qalxan sağlamdırsa, o səni qoruyacaq. Yırtıqdırsa, o qalxanın sənə heç bir faydası olmayacaq. Və bir ləfsdə də gəlir ki, mələm yaxriqhə bil-kədib av bil-qeybə. Yəni, oruc qalxandır. Kimin üçün? O qalxanı qeybətlə və yalanla yırtmayan kəslər üçün. Yəni, əgər insan oruç tutursa, mədəsi və mədəni yeməkdən, içməkdən məhrum edibsə, amma dili oruç tutmayıbsa, dili qeybətlə dolanır, yalanla fırlanırsa, o həmin qalxanı yırtıb. Oruc onun üçün qalxan olmayacaq. Çünki Allah Azza və Cəllənin murad etdiyi orucu tutmayıb. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, وَلَيْسَ الصِّيَامِ مِنَ الْأَكْلِ وَالشَّرَابِ إِنَّمَا الصِّيَامِ مِنَ اللَّغْوِ وَالرَّفَثِ. Oruc insanı yeməkdən, içməkdən özünü məhrum etməsi deyil. Necə? Axı, biz orucu belə bilirdik. Və məhz Allah Rasulü aleyhissalatü vesselam belə də deyir. Hətta qoy, başa düşməyənlər başa düşsünlər. Ki, ibadətin bir var şəkli, bir də var ruhu. Yəni, Allah Azza və Cəllə nə üçün sənə qadağan edib ki, yemək yeməyəsən, içməyəsən, şəhvətdən uzaq durasan. Axı, bunlar halallardır. Yəni, halallardan özünü məhrum edirsənsə, haramlar minbəbil əvlə girir bunun içinə. Bədbəxtdir o kəs ki, halaldan özünü məhrum edib, orucdur. Amma haramın içindədir. Bu orucdur. Allah Azza və Cəllə murad etdiyi oruc budur. Allahın istədiyi oruc bu deyil. Hədisdə də Allah Rasulü belə buyurur. Deyir ki, həqiqi oruc, yəni Allahın istədiyi, murad etdiyi oruc, insanın yeməkdən və içməkdən özünü tutması, qoruması, imtina etməsi deyil. Bəs nədir? İnnəməs-siyəm. Həqiqi oruc yalnız və yalnız insanın ləğv, yəni boş, mənasız, faydasız işlərdən, münkər əməllərdən, dilini söyüşdən, qışqır, bağırdan uzaq tutmasıdır. Həqiqi oruc budur. Ona görə Allah Rasulü aleyhissalatü vesselam buyurur ki, nə çox oruç tutanlar var ki, onların oruclarından nəsibləri yalnız azlıqdır. İnsan oruç tutur, tutduğu orucdan nəsibi, yəni ona qalan yalnız azlıqdır. Ona görə bayaq qeyd edədiyim hədis ki var idi, Əs-siyamu cünnə, oruc bir qalxandır. Başqa ləfsdə Allah Rasulü aleyhissalatü vesselam buyurur ki, oruc bir qalxandır. Kimin üçün? O kəs üçün ki, o söyüş söymür, qışqır, bağır salmır, və lə yechəl və cahillik etmir. Bununla bitdi? Yox. Kimsə birdən ona sataşsa, onu söysə,
onu incitsə, cavab qaytarmır. Deyir ki, inni saim, mən orucam, mən orucam. Bəzi alimlər deyir ki, burada hədisdə məqsəd odur ki, yəni öz nəfsində deyir buna. Dinlə yox. Baxma ki, bunu deyən alimlər də var, bunu da deyən. Hər ikisində də fayda var. O alimlər ki, deyiblər, bu hədisdə Allah Rasulunun deməsi ki, əmr etməsi ki, kim belə etsə, denən ki, mən orucam, o alimlər ki, deyiblər, bu insanın öz içində, özü özünə deməsinə aiddir. Dilə gətirməsinə yox. Onlar bunu hansı yöndən deyiblər? Yəni, bu o deməkdir ki, insan həmin anda ona sataşan, ona söz atanın müqabilində öz nəfsinə qayıdır və özü özünə xatırladır ki, sən orucsan. Ona cavab qaytarma. Orucu pozma. Aydın oldu. Və o alimlər ki, deyiblər, yox, bu elə hədis, zahiri necədirsə, elə də götürülür və elə dil ilə deyilir ki, mən orucam və burada da fayda nədir? Hətta bunu edən adama, yəni insanın özünün oruclu olmasını xatırlatması. Yəni, sanki ona deyir ki, mən orucam, öz xətavı, şərvi məndən uzaq tut. Lakin ona baş qoşmur. Niyə? Orucunu pozmamaq üçün. Və Allah Azza və Cəllənin bizdən istədiyi, murad etdiyi ibadət budur. O ibadət ki, o oruc ki. Məhşur hamımızın bildiyimiz oruc ayəsini xatırlayın. Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum nəticə ləalləkum təttəqun. Və bu hasil olmalıdır. İman edənlər, sizdən öncəkilərə oruc ibadəti fərz edildiyi kimi, sizə də fərz edildi ki, bu ibadətin sayəsində nə olsun? Bəlkə təqvalı olasınız. Yəni, bu ibadət ki, insanı, yəni əsli etibarilə belədir. Əsli etibarilə budur. Əqimis-saləh, namaz qıl, çünki namaz insanı münkər əməllərdən, bütün faiş işlərdən uzaq tutur. Əsli budur. Bu insanın müşkülüdür ki, insan bu ibadəti əslindən çıxarıb. İbadətin, məsələn, şəkli qalıb, içi boşdur. Düzdür? Yəni, bu o vədi verənin yox, insanın xətasıdır. Vəd yerindədir. Və eyni ilə bu vəd oruc ibadəti barədə də keçərlidir. Əgər bir insan, xüsusən də Ramazanda, Ramazan ayında, bu rəhmət ayında, əgər bu ibadətin haqqını verərək, bu ibadəti şövq ilə əda etsə, ona görə fikir verin hədisə, Allah Resulü buyurur ki, mən samə Ramazan imanən və ihtisab. Ğufira ləhu mə təqəddəmə min zəmbi. Kim Ramazan ayını imanla və savabını Allahdan ummaq qəsdi ilə tutsa, onun keçmiş günahları bağışlanacaq. Baxın, dərs əsnasında bəlkə də 10-a yaxın hədis qeydlədim, təxmini. Fikir verin, bütün hədislərin hamısı eyni nöqtəyə vurur. Bütün hədislərin hamısı eyni mənaya dəlalət edir. O da nədir? Oruc ibadətinin içi, ruhu. O oruc ibadətində əsas məqsəd nədir? İnsanı onu aşılayır. Fikir verirsiniz bayaqdan hədislərə. Bu hədisdə də həmçinin. Biz oxuyub keçirik, çox vaxt fikir vermirik. Məsələn, mən indi burada sual vermək istəyirəm. Elə Rövşən qardaşa. Kim Ramazan ayını imanla və savabını Allahdan ummaq qəsdi ilə tutarsa, deyiləndə nə başa düşülür? Əslində, dərs onun cavabıdır, amma yenə də eşitmək istəyirəm. İxlasdır da, Allah üçün eləmək, onun savabını onunla ummaq. Aha, başqa var əlavə? Yoxsa hamı razıdır? Baxın. Biz əvvəlində nə dedik? Əslində cavab yerində deyil. Bir də sünnət var. Heç nə dəyişmədi. Niyə? Mən qınamıram qardaşı. Ola bilsin hədisi çoxsu oxuyanda belə başa düşür. Yəni, nə demək istəyirəm? Əgər burada kim Ramazan orucunu imanla və savabını Allahdan ummaq qəsdi ilə tutarsa, fikir verin. Birincisi, Allah Rasulü demədi ki, kim Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.
Keçmiş kiçik günahları. Bu elə özü böyük mükafatdır. Sən gün ərzində bilirsən nə qədər günah edirsən. Qalansa altında qalarsan. Dağ boyda olsan belə. Bu əzəmətli vəddir. Lakin bu vəd hansı əməlin üzərinə bina edilib? Ona bax. Allah Resulü Aleyhisselatü Vesselam demədi ki, kim Ramazan orucunu tutarsa, onun mükafatı budur. Belə demədi. Şərt qoydu. İmanla və ihtisabla. Bu bir. İkincisi, nə üçün cavab tam yerində deyil? Çünki qardaş dedi ki, yəni ixlasla tutarsa. Biz də dedik ki, onsuz da ixlassız əməl Allah qatında heç ibadət adlanmır. Deməli, buradakı ihtisab şərti əlavə bir şərtdir. Başqa bir şeydir. Aydın olur necə? Yəni, çox vaxt bu hədisi oxuyan belə anlayır ki, yəni, kim Ramazan orucunu, yəni, ixlasla, yəni, niyyəti yerində olaraq, onsuz da sənin niyyətin yerində olmasa, bu heç oruc sayılmır. Yəni, buradakı şərt niyyət şərti deyil. Əgər o ixlas, o oruc niyyəti olmasa, o əməl pəhrisdir. Onsuz da adəti ibadətdən ayıran şeylərdən birisi nədir? Niyyət. Deməli, bu fərqli bir şeydir. Oradakı ihtisab şərti. O da nədir? Elə bu sualın cavabı bayaqdan danışdıqlarımızdır. O hansı ki, Allah Azza və Cəllənin oruc ibadətində bu ibadətdən muradı nədirsə ki, qul oruc olaraq nəinki mədəsi, insanın dili, əli, gözü, qulağı, bütün əzaları oruc tutmalıdır. Yoxsa o ibadət onun üçün qalxan olmayacaq. O ibadət onu təqva sifətinə aparmayacaq. O ibadət ki, kim Ramazan orucunu, haqqını verərək, Allahın muradına uyğun şəkildə, imanla və savabını Allahdan umaraq bu şövq ilə tutarsa, onun keçmiş günahları bağışlanar. Və dua edirəm ki, Allah Azza və Cəllə bizi bu əcrə, mükafata nail olanlardan etsin. Allah Azza və Cəllə bu məclislərimizi, günahlarımıza kəfarə etsin. Oruclarımızı, ibadətlərimizi qəbul etsin. Dərəcələrimizi ucaltsın. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.